Siz ne deyirsiniz? Mənim sizdən Allah razı olsun, Allah köməkli olsun. Yəni 70% nəzərdə tutan ki, bu insan ancaq ortada otururdu, çıxmırdı, cəmaatla söhbət eləyə bilmirdi, danışmırdı, yemək pişirmirdi, qav yumurdu, ev süpürmürdü. Bu saydıqların şeylərin hamısı cavab. Tək o gün çıxıb məsələn geri partmaqda. Tək. Birinci səfər. 10 ildə birinci səfər. Saçınızın rəngini bəli görürəm. Keç. Qılçım ağrıyır demişdiniz. Keçibmi? Bir heysizlik var idi. Onlar yəni ki yoxdur. Anladım. Bir də sizə yəni elə belə dərmanlar da yazılmamışdı indiyə qədər. Yəni effektiv dərmanlar Bu elədir. dərmanların heç bir effekti, xeyri olmuyor. Həmin Bakı şəhərində 10 dənə həkimlərin adını çəkə bilər. 10 nəfər yanında olmuşuq, heç birinin də xeyri olmuyor. Hərəsi 2 bucaq dərman yap. Gətirdik tanı blokda. İkinci günündən Üçüncü gün zaten gördüm ki danışır. Yatmaq yoxdur. İndi biraz çox hərəkət edir. Deyirəm, özünü yorur. Necə çox hərəkət eləyir? İstəyirəm ki, iş görər. İşimi tez görəm sayanda belə. Yəni pis mənada mı? bu yaxşı məndə, yəni şey Yaxşı mənada, yəni iş aşırı da qoçaqlaşmır da yəni. yox, lap aşırıdır. Normal yəni, əvvəlki vəziyyətdə yaxşı olduğu zamanlar. Bir erkek gələr. Eləmi? Əvvəl olmaq söhbəti yox. Orada bilsiz amma 15 il bundan da var. Son 10 ildən söhbət gedir, 8 ildən söhbət gedir. Yəni son 10 ildə bu şikayətlər var idi mi? Var idi. Son 10 ildə bu deməsiniz ki, bu dərman qədər kömək edən dərman olmuyor. Eləmi? Bunu demək istəyir, göz satmaq istəyir. Bəli.